Yadıma düşdü, qoy biraz üzümüz də gülsün. Mənə dostlardan biri danışdı, deyir, getmişdi başqa ölkəyə. Neçə 10 nəfərə yaxın dost. Gəldik, çatdıq. İndi oteldə qalırıq, otaqda da. Ayrılıb 2 dostlar getdilər, əsimiz 2-3 nəfər bir yerdə. Sən bir otaqda, o birisi. İndi 2 dənə dostumuz da bir otaqda qalmışdı. Axşam vaxtı deyir, biri gəldi, kondisioneri yandırdı. Yatdı. Hava otağın sərinləşdi. O birisi yuxudan durdu, gördü, soyuqdu, getdi, söndürdü. Budurdu, gördü, istedi, getdi, yandırdı. Budurdu, gördü, soyuqdu, söndürdü. Təxminən səhərə qədər bir 10 dəfə bu yandırıb, 10 dəfə bu söndürüb. Amma bilmirlər nə var, nə yox. Səhər oldu, o biri düşdü birinci qabağa, getdi resepsiyona yaxınlaşır ki, qardaş, bu nə otaqdır, bu nə oteldir, belə otel olar. Nə olub, qardaş? Deyir, bu nədir, yandırıram, kondisioneri sönür. Bu nə otaqdır? Belə otaq olar. Bu qədər də pul alır. Ne biraz danladı, bu çıxdı, getdi, keçdi kənar, o birisi gəldi, düşdü. Ya qardaş, dedi, bu nə otaqdır vermişsin? Nə olub axı? Deyir, bunu söndürürəm, kondisioner yanır. Deyir, axırda o resepsiyon qayıdır bunlara ki, qardaş, problem bizdə deyir, problem sizdə. Bir dənə 2 dəqiqə oturub söhbət edirsiniz bir-birinizlə. Bilirsiniz nə var, nə yox. Biriniz yandırırsınız, biriniz söndürürsünüz. Siz özünüz aranızda söhbət eləməmişsiniz. Məsələn, bir-birinizlə danışsaydınız, mənim üstümə də gəlməyəcəksiniz.